Elhamdülillahi Rabbil alemin ve salatu ve selamu ala eşrafil enbiya vel murselin nebina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri ve ahlul ukdeten min lisani yefkahu kavli. Allahümme allimna ma yenfa'na ve enfa'na bima allamtena ve zidna ilma. Allah'a hamdolsun ki Allah subhanahu teala bize bol bol ruziler nasip edip, nimetler bəxş Biz ne kadar Allah'a şükretsek de o kadar azdır. Çünkü Allah'ın bize olan nimetleri sayısız hesapsızdır. Necə ki, Uca Allah Kur'an-ı Kerim'de buyurur ki وَاِنْ تَعُدُّهُ نِعْمَةَ اللّٰهِ لَا تُحْصُوهَا Eğer Allah'ın nimetlerini saymak isteseniz sayıp kurtarabilmezsiniz. O kadar çoklu Allah'ın bize olan nimetleri var. Ve Allah subhanahu teala bu nimetlerin karşısında bizden şükür istəyir. Bu nimetlere əvəz olarak, karşılık olarak şükür istəyir. Hem əməllərimizlə, hem dilimizlə, ibadetlerimizlə bizden onlara karşı şükür etmemizi istəyir. Buyurur ki Allah subhanahu teala لَاِنْ شَكَرْتُمْ لَأَزِيدَنَّكُمْ Eğer siz mənə şükür etseniz, mən sizə olan nimetlerimi artıraram. وَلَاِنْ كَفَرْتُمْ اِنَّ عَذَابِي لَشَدِيدٌ Eğer mənə nankörlük etseniz, həqiqətən mənim əzabım şiddətlidir. Və Allaha şükrün əlamətlerindən ona ibadət edib, ona heç bir şeyi şərik qoşmamaqdır. Bu da en büyük şükürdür. Çünkü biz bu dünyaya elə buna göre gelmişik. Uca Allah Kur'an-ı Kerim'de buyurur ki وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ إِلَّا لِيَعْبُدُونَ Mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yarattım. Biz elə buna göre yaratmışıq. Və Allah bize nimetler verdikçe biz daha da ibadetimizi, ona olan ibadetimizi artırmalıyıq. Mənə ibadət etmək üçün yaratmışam deyir Allah subhanahu teala. Yəni ibadətdə məni təkləşdirmək üçün. Yalnız mənə ibadət edib, mənə heç bir şeyi şərik qoşmamaq üçün. Bu həyatda məqsədimiz budur. Yaşadıkça ömrümüz boyu, istər gənc yaşlarımızda olsun, istər cavan yaşlarımızda, istər qoca yaşlarımızda fərq eləmir. Hər bir anımızda, hər bir zaman, hər bir məkanda Allah'a ibadət etməliyik. Fərqi yoxdur, istirahətdə olsun, əyləncədə olsun, işdə olsun, evdə olsun, hər bir an. Çünkü Peygamber sallallahu aleyhi ve sellem hədisində buyurur ki İttəqullaha heythumə kunt Harda olursan ol, Allah'tan qorx. Harda olursan ol. Sen işe çıxan vaxtı da Allah'tan qorxmaq sənin vəzifə borcudur. Yəni işdəyəm deyib Allah'ın hədlərini aşıb Allah'ın haramlarına düşsün, bu Allah qorxusu deyil. Yəni ibadət yalnız məscidlərdə olmur. Yalnız ibadət üçün ayrılan namazgahlarda olmur. Və yaxud ibadət yalnız hansısa bir aylarda olmur. Yalnız Ramazan ayında olmur. Yalnız həc vaxtı ibadət olmur. Hər bir anımızda, hər bir yerimizdə, məkanımızda Allah'a ibadət eləməliyik. Bu bizdən tələb olunan budur. Ömrümüz boyu hər bir anımız belə Allah'a ibadətsiz keçirməli deyilik. İstirahət də ola bilər, iş də ola bilər, övladlara vaxt ayıra bilərsən. Bunların hamısını da çalışmalıyıq ki, Allah'ın razı qaldığı şəkildə eləməliyik. Yəni ibadətimizi də, istirahətimizi də, işimizi də, aləmizə ayırdığımız vaxtı da biz çalışmalıyıq ki, Allah'ın razı qaldığı şəkildə edək. Yəni evdə oldun, facir olub, çölə çıxanda abid olmağın sənə fayda verməyəcək. İxlaslı şəxs odur ki, gizlisi ilə aşkarı bir olsun. Gizlində də
hər kəsin gözündən kənar qaldığın bir vaxtda da Allaha ibadət eləməlisən. Allahın razı qaldığı kimi əməllər eləməlisən. Evində heç kəs görmür səni. Orada da sən Allahın razı qaldığı kimi yaşamalısan. Eləcə də məscidində də, iş yerində də, istirahət yerində də çalışmalısan ki, istirahət edən vaxtı da belə Allahın razı qalan sözlərini istifadə eləməlisən. Allahın razı qalan əməllər etməlisən. Allaha qarşı olan həddləri aşmamalısan. Eləcə də iş yerində. İş yerində də elə olmalısan ki, Allahın həddlərini qoruyasan. Bunların faydası nədir? Bunların faydası sənin üçün evində dini yaşamağın, sənin ailən, övladlarının gələcəyinin xoşbəxtliyinə olan səbəbdir. Çünki evində sən Allah qorxusunu yaşasan, Allah qorxusun tətbiq etsən, əməl etsən, Allahın razı qaldığı söz və əməllərdən istifadə etsən, övladların səndən o tərbiyəni görüb o cür yaşayacaqlar. Ailən səndən o tərbiyəni görüb o cür müamilə görəcəklər. Yox, əgər əks olsa, övladların görəcək ki, sən onsuz da əməl eləmirsən. Yalnız çöldə sən görəcək, hansısa bir dindən danışan və yaxud məsciddə ibadət edən görəcək. Evdə günahlarla məşğul olan görəcək, çöldə mömin görəcək. Sənin övladına da, ailənə də bu ixlasına təsir edəcək. Özün göstərmək kimi, kimlərin sən yanında özün göstərmək kimi olan pis əxlaq öyrənəcək. Ailəndə, övladlarında. Eləcə də iş yerində. Dini düzgün yaşasan, sənin ətrafında olan iş yoldaşların səndən gözəl əxlaq, gözəl örnək görüb sənin özlərinə örnək götürəcəklər. Allahın dininə yardım etmiş olacaqsan bununla. Çünki səndən görəcəklər ki, bu işi ilə bərabər dinin də yaşayır. Sadəcə dildə olan dindar deyil, əməldə olan dindardır bu. Əməlində bu dindardır. Dinini yaşayandır. Düzgün şəkildə, həqiqi şəkildə, sadiqdir, doğrudur, yalancı deyil. Bunları görəndən sonra bu əməlin sənin, onların da islah olmasına, Allahın dinine rəğbət bağlamasına səbəb olacaqsan. Eləcə də istirahət yerində, məsciddə, çöldə. Çünki Allah səni ona ibadət üçün yaradıb. Sən Allaha qulsansa, Allaha ibadət edən bir qulsansa, zaman və məkan bu səni qulluqdan değişməli deyil. Hansısa bir zamana görə qulluğu değişib facirliklə əvəz eləməli deyilsən. Və ya məkana görə hansısa bir məkanda facir olub, hansısa bir məkanda mömin olmalı deyilsən. Mömin sadiq olmalıdır. Nifaqa yol verməli deyil. İkiyüzlülüyə yol verməli deyil. Bu da ikiyüzlülüyün əlamətlərindəndir. Sən necə Allaha məsciddə ibadət edirsənsə, çalışırsan ki, yerinə yetirəsən. Necə ki, çalışırsan məsciddə ibadətləri yerinə yetirəsən, hər bir halında Allaha ibadəti yerinə yetirməlisən. Allaha ibadət deyildikdə yalnız namaz deyil. Hər bir xeyir söz Allaha ibadətdir. Dua Allaha ibadətdir. Gözəl əxlaq Allaha ibadətdir. Gözəl davranış, xeyirli söz, gülər üz Allaha ibadətdir. Allaha ibadətin hər bir anında olmalıdır. Yalnız xüsusi bir məkan və zamana bağlı olmalıdır. Allahın bizdən tələb etdiyi budur. Və biz də çalışmalıyıq ki, hər bir anımızda
Yalnız Allaha ibadət eləyək və bu ibadətlə izzətlənək. İzzət sənin əməlində, sənin özündə deyil. Sənin Allaha olan qulluğunun çoxluğundadır. Nə qədər çox Allaha ibadət eləyəcəksən, nə qədər çox Allaha qul olacaqsan, o qədər çox sənin izzətin qalxacaq. Allah yanında dərəcən qalxacaq. Qulluq olmaqla, Allaha qul olmaqla sənin mənzilən qalxacaq, yüksələcək. İnsanların qarşısında qul olmaqla, xidmət olmaqla onların gözünə girir, gözündə ucalır, iş yerində vəzifəsi artır, amma mömin isə Allaha nə qədər çox qul olarsa, o qədər dərəcəsi artır, o qədər mənziləsi artır, o qədər izzəti artır. Ona görə də müsəlmanlar nə qədər çox izzətli olmaq istəyirlərsə, o qədər çox Allahın dininə bağlanmalılar. Baxın, Ömər radiyallahu anhu, dəfələrlə dərslərə demişik, Ömər radiyallahu anhu Əqsa məscidini bir günə aldı, bir əxlaqı ilə, bir ibadəti ilə. Amma bugünkü gün müsəlmanların çoxluğuna baxmayaraq izzətli deyirlər. Bir balaca yeri azad edə bilmirlər. Nəyə görə? Güc yoxdur, var. Silah yoxdur, silahlar da var. Belə deyək. Amma nəyə görə? Çünki izzət yoxdur. Müsəlmanların izzəti yoxdur. İzzət də nə ilə olur? Ömər radiyallahu anhu bir əxlaqı ilə, bir ədaləti ilə Əqsa məscidini aldı, Qüds məscidini aldı. Açarına təhvil verdilər. Hansı ədalət idi? Öz xidmətçisi ilə öz arasında olan ədaləti idi. Halbuki onun heç bir ailəti yox idi o Əqsa məscidinə. Sadəcə onlar gördülər, Ömər radiyallahu anhu ədalətin, əxlaqın gördülər ki, bu hətta xidmətçisinə belə yorulmasın deyə dəvənin üstündə gezdirir, yorulmaması üçün. Bunun ədalətini görəndən sonra İslam'a vuruldular, İslam'ın necə gözəl bir din olduğunu gördülər. Amma müsəlmanlar niyə görə izzətli deyirlər? Bunun dini yaşamırlar. Düzgün yaşamadıqlarına görə İslam'ı, müsəlmanları düzgün şəkildə tanıya bilmirlər. Buna görə də müsəlmanlar izzətli ola bilmirlər. Amma nə qədər ki, müsəlmanlar Allahın dinini yaşamağa çalışsalar, Allahın dinində möhkəm olmağa çalışsalar, Allahın dinini, Allaha olan ibadətlərin çoxlu etsələr, layiqli şəkildə etsələr, Allah onları izzətləndirəcək. Allahdan istəyirəm ki, Allah subhanahu Allah müsəlmanları izzətləndirsin, İslamı izzətləndirsin, bizim günahlarımızı bağışlasın, bizi, qəlblərimizi, sahabələrin qəlblərini birləşdirdiyi kimi birləşdirsin və bizi bura cəm etdiyi kimi Firdevs cənnətində cəm etsin, bizim qardaşlarımızı qorusun. Subhanakallahumma və bihamdika və əşhədu an la ilaha illə ente və estəğfiruka və etûbü ileyk.